Herkese salam, videoma xoş gəlmisiniz. Bu videoda sizlərlə birlikdə necə sürətli şəkildə Laravel ilə admin panel quraşdıra bilərik, Laravel proyektlərimizə admin panel tərəfini necə sürətli bir şəkildə, hətta bir neçə dəqiqə içində quraşdıra bilərik, onu görəcəyik. Bunun üçün biz Filamentdən istifadə edəcəyik. Bu açıq qaynaqlı, pulsuz bir mənbədir. Bu paketdən istifadə etmək çox rahatdır, dokumentasiyası çox genişdir və üstünlükləri də ondadır ki, open source-dur və böyük bir community-si var. Community tərəfindən yeni pluginlərlə təkmilləşdirilir və s. Başlayaq çox uzatmadan. Əvvəlcə yeni bir test üçün Laravel proyekti yaradaq. Məsələn, adını hər hansı random bir ad qoyuram. Laravel proyektimizi yaradar-yaratmaz tez bir şəkildə elə hazır bizdə Laravel proyektlərində user modeli, user migrationu gəlir. User üzərindən sizə nümunə olaraq bu admin paneli quraşdırıb göstərəcəm. Biz Laravel proyektimizi yaratdıq. Yaradandan sonra Laravel proyektimizin papkasına keçək və onu Visual Code-la açaq. Visual Code-la açdıqdan sonra burada test üçün databaza konfiqurasiyalarımızı da eləyək. Daha sonra gəlirik Filamentin dokumentasiyasına. Burada quraşdırmaq üçün bütün təlimatlar göstərilir. Əvvəlcə kompozorla bu paketi qururuq. Gördüyünüz kimi Filament paketini kompozorla yükləyirik. Qısa zamanda yüklənir. Daha sonra PHP Artisan Filament install panelslə biz konfiqurasiyaları install edirik, quraşdırırıq. Burada bizdən soruşur ki, ID nə olacaq? Buradakı ID nədir? Sizin saytınızın domenindən sonra admin panelə giriş etmək üçün nə yazıb giriləcək? /admin olacaq, yoxsa nə bilim admin panel olacaq? Bunu burada qeyd edirsiniz. Məsələn, bura biz yazaq admin panel. Burada da soruşur ki, GitHub üzərindən star vermək istəyirsiniz. Mən daha öncə vermişəm deyə yes vermirəm, amma siz də yes verib star eləyə bilərsiniz. Gördüyünüz kimi artıq biz admin panelimizdə quraşdırdıq və bizim dediyim kimi həmin URL-lə giriş eləyirik. Bizdə hal-hazırda user yoxdur deyə biz əvvəlcə bir user da yaratmalıyıq. Gedək bir user yaradaq biz. User yaratmaq üçün mən Tinker'dan istifadə edəcəm. Və həmin useri burada görə bilirik. İndi biz həmin admin panelə bu userdəki məlumatlarla girə bilərik. Aha, biz gördüyünüz kimi çox qısa zamanda admin paneli quraşdırdıq artıq. Bu admin panelin səhifəsidir. İndi bizim saytımızda xəbərlər ola bilər, istifadəçilər ola bilər və s. Yəni, həmin məlumatların zaten bizdə databazası var və modelləri var. Bizim admin panelimiz əslində bu məlumatlara baxaraq bizə avtomatik olaraq admin paneldə həmin resursların səhifələrini generate edir. Məsələn, istifadəçilərin listi, table'ı redaktə etmək, silmək və yaratmaq və s. Bu necə qısa zamanda olacaq, sizə onu göstərim. Gəlirik bizim dokumentasiyada resurslar hissəsinə və burada resurs yaratmaq, creating resource. Baxın, burada bu komandı kopyalayırıq. Burada da gördüyünüz kimi bizə deyir ki, nəyin resursunu yaradacaqsınızsa, onun model adı ilə model adına baxıb, yəni götürün, ondan eyni olsun. Məsələn, bizdə burada modellərdə nə var? User modeli var. Elə hazır default Laravelin üstündə gəlir. Və biz burada əgər resource user yazsaq, burada həmin istifadəçilərin resursu yaranacaq. Amma bir məsələ odur ki, burada users yarandı, amma formu boşdur. Baxın, görürsünüz, formu boşdur. Biz burada elə edə bilərik ki, yaransın, amma ki formlarda avtomatik gəlsin.
Formları özümüz də yarada bilərik, avtomatik də gəlsin eləyə bilərik. Onun üçün nə edəcəyik? User yazdıqdan sonra 2 xətt generate yazırıq və enter basırıq. Artıq bu dəfə gördüyünüz kimi həm table-ın sütunlarını öz avtomatik modelə baxıb verdi, həm yenisini yaradanda buradakı formlar artıq hazırdır. Həm də redaktə basanda da burada gəlir. Bir də ki, burada delete default olaraq olmaya bilər. Onu da əlavə etmək üçün burada actions hissəsinə tables actions yazmağınız kifayətdir. Nəyə görə filament istifadə etmək bizim işimizi çox-çox asanlaşdırır və biz sürətli şəkildə admin panel tərəfi quraşdıra bilirik? Gördüyünüz kimi, məsələn, acı users tərəfini, istifadəçilər tərəfini burada asanlıqla quraşdırdıq. Artıq burada istifadəçi yaratmaqdır, edit eləməkdir, silməkdir, istifadəçiləri görmək, axtarış, sonra səhifələmə və s. hamısı hazır gəlir. Hamısı bir neçə komandlarla, terminalda yazdığımız komandlarla yaratdıq. Daha sonra burada bu admin paneldə dili dəyişə bilərsiniz. Ondan sonra bu user sözünü dəyişə bilərsiniz, istifadəçi qoya bilərsiniz. Onları da gələn videolarda göstərərəm. Əgər istəsəz belə bir şeylər videoların gəlsin, kommentdə bildirə bilərsiniz. Əgər istək olsa çəkib onları da əlavə edərəm. Bizim user resursu yaradarkən generate sonunda yazmağımız avtomatik olaraq burada tables, yəni buradakı tables, bu columns hissəsi buradakı table'ın sütunlarıdır. Siz bunları və bu form hissəsi də yaradandakı inputlardır və həmçinin edit eləyəndəki inputlar. İkisi də o forma bağlıdır, bura bağlıdır. Burada da gördüyünüz kimi komponentlər istifadə olunur. Məsələn, tarix üçün date time picker adında komponent istifadə olunur. Input olacaqsa text input komponent istifadə olunur. Bütün bu komponentləri hazır burada çoxlu komponentlər var. Bunların hamısını dokumentasiyada görə bilərsiniz. Burada hamısı dokumentasiya hissəsində var. Məsələn, burada forms hissəsi var. Formsa gəldiniz, burada fields var. Məsələn, select var, checkbox var. Hamısı hazır komponentlərdir, gördüyünüz kimi. Məsələn, xəbər saytı yazırsınızsa əgər, xəbərin məsələn aktiv olsun, deaktiv olsun, checkbox qoya bilərsiniz. Ondan sonra xəbərin ümumiyyətlə xəbərlər resursunu burada asanlıqla yarada bilərsiniz. Cədvəllər arasındakı əlaqələri də quraşdırmaq üçün burada imkanlar var. Hamısı burada dokumentasiyasında var. Bugünlük bu qədər dostlar. Ümid edirəm aydın oldu sizin üçün və bu videodan yararlanaraq öyrəndiklərinizlə yeni proyektlərinizdə və yaxud mövcud proyektlərinizdə çox asanlıqla admin panel yarada bilərsiniz, yeniləyə bilərsiniz. Videonu bəyənməyi, kanala abunə olmağı unutmayın. Fikirlərinizi də şərh bölməsində bölüşsəniz çox yaxşı olar. Gələn videolarda görüşənədək hələlik.